Binəqədi qəsəbəsində Cümə məscidinin yolunda Tovuz marketə yaxın bir yerdə bir dənə belə səliqəli 3 otaqlı həyət evimiz satışa çıxıb. Evimizin içərisindən təqdim eləyəcəm indi. Evimizdə bütün sayğaclar hamısı var. Mərkəzi kanalizasiya sistemidir. Üstü də paketdir. 3 daşda kürsünün üzərindədir. Su, qaz, işıq hamısı var. Kanalizasiya sistemi də mərkəzidir. Həyətində də oturub durmağa xudmanın yeri var. Bir dənə podval istəsən zəhmət olmasa. Səki yeni remontdan çıxıb evimiz. Çox yaxşı yerdə yerləşir. İndi evin içərisi ilə tanış olaq. Çox qəşəng qiymətə satışa çıxıb, sonda deyəcəm. Bax, belə bir 4 daş kürsünün üzərindədir evimiz. Yer hissəsi də stipoldu. Gördüyünüz bax belə. Bura mətbəx üçün yerimizdir. Mətbəx mebeli evdə qalacaq. Tam bura qədər stipoldu. Belə bir dənə qəşəng xudmani yataq otağımız var. Pəncərəsi də öz həyət hissəsinə baxır evimizin. Evimiz yeni remontdan çıxıb, çox münasib qiymətə satışdadır. Belə bir dənə aksesuarları hamısı var, sanuzelimiz var. Buradan ətraflı səhət damat çıxışımız var. Belə bir ikinci yataq otağımız var. Xudmani. Evimiz dediyim kimi Binəqədi qəsəbəsində Tovuz marketin yaxınlığında yerləşir. Sentral mərkəzlə arası 5 dəqiqəlik məsafədədir bələdiyyə avtobusları ilə. Belə də bir dənə xudmani qonaq otağımız var. Evimiz 3 otaqlı Binəqədi qəsəbəsində yerləşir. Üstü də paketdir. 3 daşda kürsünün üzərindədir. Çox səliqəli, yeni remontdan çıxıb. Evimizin qiyməti 48.500 manata satışa çıxıb. Yerində qiymətdə, yerində razılaşma olacaq. Bu ev kimə maraqlıdırsa, biz də nömrələrimizdən əlaqə saxlaya bilər. Sağ olun, salamat qalın.